bu zülmü evin xanımı çəkir, xanımı. Buna bax, reisin arvadına xoşu gəlib, bax, özünü 10 il basıb içəri. Mən deyəndə ki, ay millət, polislərin, mən deyəndə ki, ay millət, mən deyəndə ki, ay millət, reislər var, vəzifələr var ki, kiminsə arvadından xoşu gələndə onu tutturur, onu əzdirir, onu içəri saldırır, arvadına sahib olur. İnanmırsınız. İndi yaxşı görək bu nədir? Oranı keçmiş reisi Salman Vəliyev, mənim yoldaşımın elə bir istəyibdən qız var. Getməyib ona. Serjantmış. Sonra polisin reis olub, sonra reis olub. Reis olan vaxtı mən gün işinə baxırdım. Bərdədən, Ağcabəddən gün yığıb aparırdım Türkiyəyə. Gün işinə baxırdım. Şarı keçirirdim Türkiyəyə. Orada məni incidirdi, gün alırdı, eləyirdi. Bir neçə dəfə ailəli orada olanda Zayatan qayla bilə zəng edib ki, Agil xanımı çağırın telefona. Yoldaşım eşitib ki, Salmandır, söyüb bunu boy veriblər. And olsun Allah. Cavan vaxtı yoldaşı bununla evlənəndə arvadına, bu da özü nətər danışır ha? Biri var qəzəbli danışır, sanki keçmiş xatirələrini yada salırmış kimi, mülayimcəsinə danışır. Baxın, evlənibdir bir qızla, bir qadınla. Bunu qayra bilmir də, bu yun işinə baxır, bir də pulu var. Qayra bilmir. Axırda bax 10 il basırlar bunu türməyə içəri. 10 il reis arvadına sahib olur. Sonra da arvad bunun özünə yaxın gəlmir. Budur bizim Azərbaycan. İlham Əliyev, mənə inanmayan geri zəkalı. İlham Əliyev İspan vətəndaşını döyüb, əlindən arvadını ala bilir, Cəmiləni, Cahangirin qızı Cəmiləni ala bilir. Ondan Əminəni də doğuzdura bilir. Mədəd Quliyev var, hər şey çalır. Çalan şik. O gün də baxıram kitara çalır. O Petuq Mədəd Quliyev özündən 26 yaş balaca televiziyanın aparıcısını ərini döyüb, boşatdırıb özünə arvad eləyə bilir. Sonra da basa bilmir, ona Robert basır. Delisiniz siz. Ağası külüm olanın başına külüm olar mı? Yoxsa olmaz mı? Əlbəttə ağası külüm olanın başına külüm olar. Yoxsa olmaz. Sizin belə prezidentiniz, sizin belə xiyar kimi prezidentiniz olan yerdə, bəs reisləri də ondan görüb götürəcək. Buna bax, polislər oynayır. Polislər. İlham Əliyev, vilayət, verin vilayət. Vilayət. Aktiv vilayət. Verin vilayət. Viloş, sənə hamı pet kimi baxır da vilayət. 2003-cülər kimi. Sonra 4 adam öldün, 5-6 adam öldün, sonra biraz qorxdu cəmaat çəkindi. Yalandan töymüşən polislərini cəmaatla oynayırlar. Güya ki yaxında. Sabah bu oynadıqlarını apar. Sabah yox elə bu oynadıqları 100% orada ağzını iyiləyir. Oynaya ağzını iyiləyir. Birazdan qabaqda 200 metrə qabaqda saxlayacaq. Bala. Arvadına anasının ciyərinə vilayət Eyvazov. İndi 2 dənə oynayan polis tapıbdı. İşte bu da pepexələrdir. O polis tapıb, xalqın içinə soxub ki, yəni xalqdan güya yaxınsınız siz. Güya siz rüşvət almayan polissiniz. Güya xalqdan yaxınsınız. Ayağından yesin lülümü sənin. Ayağından gök yesin sənin. Buna bax. Sizi doğan əmcəyini şeyliyim, Sizi doğan eşək qayırsın, Eşək qayırsın, Qatır soxsun sizin doğana. Buna. Hələ bir buna baxın, boy. Gecə günüz İlhamı dəstəkləyən uğraş qadınları necə təbrik eləməlidir? Gecə günüz İlham Əliyev mənim atamdır deyən uğraş qadınların necə təbrik eləməlidir? Bu qadın deyəndə elə bil öz bayışsını, öz qardaşın arvadının, həm dayısı qızını, əmsi qızını bu belə təbrik eləyə bilər. Azərbaycan qadınını belə təbrik elədirsə,
Yaxşı oğlanlar, heç olmasa sabah onun boynunun dalına hər bir şillə vurmalıydı. Çünki Azərbaycanda yaxşı oğlan az qalıbdı. Baxın. Baxın görün, qadınları təbrik eləmə metoduna baxın bu alçağın. Buna baxın. Sən mənim nəsillikcə mıxımı yeyirsən. Sən nəslinlə bir yerdə, sən Vilayət Eyvazov, o gecə gündüz dəstəklədiyin İlhamla bir yerdə sən mənim mıxımı yeyirsən. Privetstvet eləyir Azərbaycan qadınlarını. Get öz bacını, nəslini privetstvet elə. Oğlu, buna bax buna. Buna bax. Azərbaycan bütün xanımlarını privetstvet edirəm. Bayramları mübarək. Allah xanımların təməlində dursun. Hava yerişiniz varam, xanımlar, ürəklərimiz. Baxın, görün Azərbaycan xanımını necə təhqir elətdirirlər. Bu elə belə adam da öyle, bunlar hamısı polisin qeydiyyatındadır. Bunlar hamısı polisin nəzarətindədir. Baxın, tualetdə oturub siyir. Bax, tualetdir, baxın, tualetdir, baxın. Tualetdə oturub siyir, özü də lütdür. Azərbaycan qadınını təbrik edir. Bu təbrik eləmir, Azərbaycan qadınını söyür. Belə təbrik olmur. Yaxşı kişilər lazım, mənim anam bacımı tualetdən siyəsə, sıça təbrik eləyirdin, özü də privetstvet eləyirdin. Bunu qulağından ağzına vermək lazım. Buna bax, tualetdədir, bax, tualetdə. Bax. Azərbaycan bütün xanımlarını privetstvet edirəm. Bayramları mübarək. Allah xanımların təməlində dursun. Hava yerişiniz varam, xanımlar, ürəklərimiz, sanlarımız bizim. Bayramımız mübarək, qaynənələr, nənələr. Sıçır, sıçır. Hamımızın bayramı mübarək. Biz günümüz belə olsun. Çənəsinə var, çənəsinə. Çənəsi də çox şey, belə bir dört yaranı belə burada bir deşik yaranı, burada da bir deşik. Qaynənə zəng eləsə gizləsinə satmaz zəng. Buna bax, buna. Valla çox uğraşdıq yaranı. Belə çox, kim yetirən çıxır efirə, yetirən ağzına gələn danışır, yetinə gəl. Tualetdə oturub sıçır, CD-nin sıçmağının, poxlarının suya düşdüyü səsi də qulağımıza gəlir. İndi bu ola bilər, olay efirə yaxşı getmir. Tualetdir, hamamdır, oturubdur, kafe. Lüt şəkildə. Qadınları təbrik edir. Buna ağza bax, ağza. Buna bax, buna. Bunun var yoxunu tutub, bunun ana bağışını tutub gözlü baxa-baxa çaldırmaq lazımdır ki, ağlı başına gəlsin. Belə Azərbaycan qadını təbrik edirlər. Çünki ölkədə panyatkalı kişilər yoxdur. Panyatkalı, söhbət xırdalayanlar var idi, onlar da didərgin elədilər, ya da öldürdülər. Yerdə qalanların da ya sayı yoxdur, ya yeteneği yoxdur. Mən bunu deyəndə, bu arada mehmana mən indi zəng eləyəcəm, gözləyin. Alo. Aleykümselam. Abdül Bey, biz sizin yanınızda yox. Sizə bir söz demək istəyirəm. Olar mı? Deyin görüm nə demək istəyirsiniz? İndi siz o vaxt sizdən bir söz